Salam, hörmətli yoldaşlar və dövlət qonaqları namizədlər. Sizə ilk öncə uğurlar arzulayıram. Bugünkü videomuz nə ilə bağlı? Bugünkü videomuz axırıncı 2025-ci ilin 16 oktyabr imtahanı keçirilmişdir BB kateqoriyası üzrə. BB kateqoriyası qanunverici ilə bağlı düşən sualların, həm sualların özü və həm də sualların izah edilməsi, variantların bildirilməsi olacaqdır. Və ilk öncə bir şey qeyd edeyim ki, yəni bu bizdə 40 sual çıxır və 40 sualdan 37 dənəsi göstərilir. Yəni belə deyək ki, 90 neçə faizini əldə eləmişik. Və bu suallar göstəriləcək. Bu suallar bizə baxacağıq, izahları veriləcək və düzgün səhv cavabları izah olunacaq. Başlayaq. İlk sual Azərbaycan Respublikasının konstitusiyasına əsasən azadlıq hüququ ilə bağlı yanlışdır. Cavab C. Yalnız Azərbaycan vətəndaşları Azərbaycan ərazisində sərbəst hərəkət edə bilər, kənara gedə bilər. Azərbaycan vətəndaşları yox, hər kəs kənara gedə bilər. A variantı doğrudur. Qanuni surətdə Azərbaycan ərazisində olan hər kəs özünə yaşayış yeri istəyir. Düzdür. B variantı. Yalnız qanuni şallarda azadlıq hüququ tutulma, həbs alma, azadlıqdan məhv etmə yolu məhv başlar. D variantı isə qanuni surətdə Azərbaycan ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər. Yox, cavab, düzgün cavab C variantı yanlışdır və yanlış olduğunu dedik. Digər suala keçək ki, etik davranış qayda haqqında qanuna əsasən dövlət qulluqçusu borcu deyildir. Nəyə borcu deyildir? Öz adını və şərəfini tutmağa borcudur. Etik davranış qaydalarının onun tərəfindən pozulmasını nəsə aradan qaldırmağa borcudur. Cavab C variantı. C borcu deyildir. Başqa vəzifəsini həyata keçirməsi ilə qədər ona edilən təkliflərin maraqlanıb toqquşmasına səbəb ola biləcəyi hallarda bir qayda rədd etməyə. Yəni bu yoxdur. B variantı dövlət orqanı və dövlət qurumu nüfuzunu möhkəmləndirməyə buna borcdur. Keçən digər suala, bu stress tipli sual, bu sualı oxuyaq və sonra izahını verək və sonra düzgün cavabı qeyd edək. Azərbaycan Respublikasının Milli Məclisin iclasında Azərbaycan Konstitusiyası ilə insan hüquqları ilə bağlı tərəfdar çıxmış beynəlxalq müqavilələr arasında ziddiyyət məsələsi müzakirə olunur. A adlı deputat insan hüquqları ilə bağlı olduğu üçün Azərbaycan tərəfdar çıxdığı beynəlxalq müqavilə tətbiq edilməli fikrini irəli sürür. Milli Məclis spikeri isə bunun konstitusiyaya zidd olduğunu, bu halda konstitusiyyanın tətbiq olunmağını bildirir. Konstitusiyaya əsas verilən situasiyasına bağlı bu fikirməyin. Yəni, sual bundan ibarətdir ki, Milli Məclisdə müzakirələr gedir ki, konstitusiya tətbiq edilsin, yoxsa beynəlxalq müqavilə. Əlbəttə ki, burada konstitusiya tətbiq edilməlidir. Niyə? Qanunda deyir ki, konstitusiyamızda bildirilir ki, Azərbaycan tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə beynəlxalq müqavilələr ziddiyyət təşkil edirsə, həmin dövlətlərarası müqavilələr götürür. Amma konstitusiya və referendum qanunu aktlar sistem edir. Deməli, konstitusiya gəlir, referendum gəlir, sonra qanun, amma beynəlxalq müqavilə konstitusiya referendumdan sonra gəlir. İndi gəlin bana görə A variantı nəyə bilir? A. Adlı deputat haqlıdır, xeyr. Burada bildiyimiz kimi deputat yox, spiker haqlıdır. B variantı düzgün cavabdır. Milli Məclis spikeri haqlıdır. Konstitusiya və referendum aktlarla tərəfdar çıxdığımız dövlətlərarası müqavilələr ziddiyyət təşkil edərsə, ziddiyyət yaranarsa, konstitusiya və referendum qanunu aktlar tətbiq edilməlidir. Bəli, mən dediyim məsələ. Cavab B-dir. Niyə C yanlışdır? A adlı deputat haqlıdır, dedi ki, E yanlışdır. Deyək ki, Milli Məclis spiker haqlıdır. Bura kimi düzdür. Çünki bütün hallarda yox, biz bayaqlar qeyd etdiyimiz kimi. Düzgün cavab oldu burada B variantı. Digər testə keçəyim. Yenə burada qulluq stajına bağlı məsələdir. Hesablama məsələsinin qeyd olunubdur. Dövlət orqanının birində çalışan A adlı dövlət qulluqçusu aylıq vəzifə alacaq 2500 manatdır. A adlı şəxsin 18 il qulluq stajına malik olduğunu bildirərək dövlət orqanında dövlət qulluqçusunun qulluq stajına görə əlavə haqqın məbləği müəyyənləşdirilməsi və ödənilməsi qaydasına əsasən qulluq stajına görə nə qədər əlavə haqq veriləcəyi müəyyən edilir. Deməli, qulluq stajı 2500 manatdırsa, biz bunun deməli biz bilirik ki, bir ildən 5 ilə qədər 5%-dir. 5-dən ona 20, 5-dən ona 10%-dir. Ondan sonra 10-15 20%-dir. 15-dən yuxarı 30%-dir. 18 ildə 15-dən yuxarı olduğuna görə 30 məsələsidir. Burada 2500 vuruq 30-a bölürük 100-ə, cavab 150 manat. Belə deyim ki, biraz çıxdı, məntiqi bir məsələ çıxdı bu. Daha sonra digər suala keçək ki, 5-ci sualımıza. Konstitusiyaya əsasən Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəyə təyin edilir. Necə? Baş prokurorun təqdimatı əsasında prezident tərəfindən. Cavab D variantı. Ali Məclis sədri söhbəti yoxdur, prezidentin razılığı yoxdur, prezident təqdimatı Milli Məclis yox, baş prokurorun təqdimatı əsasında prezident tərəfindən. D variantı.
Keçən 6-cı suala məhkəmə və hakimlər haqqında qanun əsasən yanlış olanı seçəyin. Yəni oxuyaq və yanlışı qeyd edək. Qanun özü müşavirələr istisna olmaqla cinayət işlərinin qiyabi məhkəmə icraatına yol verilir. Düzgün cavabdır. Bu, yəni səhv deyil. Bir variant. Məhkəmə ədalət mühakimə həyata keçirərkən başqa vəzifəni icra edə bilməz. Baxın, yazır axı qanundakı konstitusiya və qanunu əsasən digər vəzifəni icra edə bilməz. Deməli cavab yanlış B-dir. C və D-ni də oxuyaq. Məhkəmə iclasının girişi və məhkəmə istintaqı zamanı aparılan prosessual hərəkəti qeyd etmək üçün texniki vasitədən istifadə edilə bilər. Bəli. Ədalət mühakiməsi hakimin müstəqilini təmin etməklə heç bir məhdud qoyulmadan faktlara əsasən qərarsız, ədalət və qanuna müvafiq həyata keçirir. Düzgün cavab olduğu kimi B variantı olur. Digər testimizə keçəyim. Korrupsiya qarşı mübarizə haqqında qanuna əsasən korrupsiya şərait yaradan hüquq pozma hansıdır? Burada C variantı. Çünki digər variantlar deməli korrupsiya hüquq pozmasıdır. Yəni bu isə şərait yaradanda hər ehtimala qarşı oxuyaq. Müəyyən mükafat müqabilində vəzifəli şəxsə qərarına qanunsuz təsir göstərmə imkanına malik olduğunu bildirən, hər hansı şəxsə birbaşa dolayısıyla maddi və sair nemətlər, imtiyazlar gücü təklif olunması, artıq maddi və sair nemətlər əksəriyyət hallarda hüquq pozmada olduğuna görə bundan keçirik. Bir variantı ki, vəzifə xidməti icrasına qədər əmanət, depozit, qiymət kağıdı rentdən qanuni olaraq gəlir. Bu da hüquq pozmadır və düzgün cavab C variantı sahibkarın fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi bağlı səlahiyyətlərin belə fəaliyyətlərdəki fiziki hüquq şəxslərə qanunsuz olaraq verilir. Bu şərait yaradır. Digər variantda etiraz yoxdur. Keçən elektron imza ilə bağlı məsələlərə, elektron imza və elektron sənəd haqqındakı qanun əsasən elektron imzanın istifadəsi bağlı uyğunluq gözlənilməmişdir. Yəni buna zəhmət olmasa oxuyan zaman axırına diqqətlə baxın. Bəzən gözlənilmişi, gözlənilməmiş, bəzən gözlənilməmişi, gözlənilmiş kimi oxuyursunuz, ehtiyatlı olun. A variantı imza sahibi malik ola biləcəyi imza yaratma məlumatlarına sahib məhdudlaşdırılır. Bəli, çünki imza sahibi yazır ki, bir neçə imzaya malik ola bilər. Konkret yoxdur. İmza sahibi sertifikatda olmayan elektron imzadan istifadə edərkən qarşı tərəfə xəbər etməsi mütləqdir. Bəli, çünki o qanunda yazıb ki, qarşı tərəfə xəbərdar etməli. Odur ki, B variantı düzgündür. C variantına keçək, elektron imza yaratma məlumatlarından istifadə etməklə imza bazı yaradılan elektron yalnız öz sahibi mənsubdur. Bu da düzgündür. Məxsusdur, bu da düzgün cavabdır. Düzgün cavab burada D variantı. Gəlin görək nədir? Elektron sənədə və elektron imzanın həqiqini təsdiq etmək, imza sahibi şəxsiyyətini identifləşmək məqsədilə imzanın yoxlanması qaydası imza sahibi tərəfindən müəyyənləşdirilir. Bu elektron imzanın yoxlanması var. Bura kimi düz gəlir. Amma elektron yoxlanması qaydası imza sahibi tərəfindən müəyyənləşdirilir. Bu cavab ona görə yanlışdır. D variantı. Keçək digər sualımıza. Korrupsiya qarşı mübarizə haqqında qanunu əsasən vəzifəli şəxslərin qanunvericilik qaydada hansı məlumatları təqdim etməlidir? Deməli, birinci cavab, mənbəyə növü məbləğini göstərmək hər il öz gəlirləri var. Düzgün cavabdır. Bir düzdür. Ailə üzrənin gəlirləri. Xeyr, 2 ola bilməz. 3. Vergi tutmaq obyekti olan əmlak var. Düzdür. 1, 3, 4-cü gecə. Mütəmadi ezamiyə və 1100 manatdan yuxarı ezamiyə xərcləri barədə. Xeyr. 5. Kredit təşkilatının əmanətləri, qiymət kağızları digər müalicəsi. Bəli. Cavab olur 1, 3, 5 və D variantı. 10-cu testə keçən məhkəmə və hakimlər haqqındakı qanuna əsasən müdafiə hüququnun təmin edilməsinə bağlı yanlış. Məsələn, mən həmişə tələbələrə qeyd edirəm, yoldaşlar, sizə də bir şey bildirirəm. Bax, qulluq stajı və məhkəmə hakimlər haqqında qanun balacadır deyə adam ona fikir vermir. Demək olar ki, əksəriyyət imtahanda hər iki mövzudan sual düşür. Ona görə bunlara daha yaxşı baxsanız əla. Deməli, burada deyildim, Azərbaycan ərazisində yaşayan vətəndaşlığı olmayan şəxslərin konstitusiya və digər qanunlara yazılmış qaydada hüquqlar pozulduqda məhkəmə adı icraatın istənilən mərhələsində onların məhkəmə müdafiəsi hüququ təmin edir. Düzgün cavabdır. Heç kəs məhkəmədə müdafiə hüququndan məhrum edilə bilməz. Bu da düzgün cavabdır. Hüquqi yardım ödəniş olması halları yalnız konstitusiya təsbit edilmişdir. Xeyr, konstitusiya təsbit edilməmişdir. Yalnız sözü yanlışdır. Demək, yoldaşlar, bir də bir şey sizə xatırlatmayayım ki, imtahanlarda əksəriyyət hallarda, bir qayda olaraq, əksəriyyət hallarda yalnız sözü, bütün halların sözü, bir qayda olaraq o variantlar səhv olur. Amma daha çox hallarda onun səhv olduğunu görürük. Ona görə burada cavab C variantı. Yenə D variantı oxuyaq. Şübhət edilən şəxsin tutulduğu, həbsə alındığı və cinayət ittiham ünvanından müdafiəçinin köməyinin istifadə hüququna təminat verir. Keçən dövlət pulu haqqında qanun əsasən, deməli, hesablama palatasında kuryer vəzifəsindən qəbul olunmuş şəxsə ilk olaraq hansı ixtisas dərəcəsi verilir? İlk öncə hesablama palatası neçənci kateqoriyadır? Bunu tapmalıyıq. Birinci kateqoriyadır. Kuryer
yardımçı vəzifədir və hesablama palatasına kuryer daxil olur. Yardımçının ikinci təsdiqatına qəbul olunacaq ilk olaraq hansı ixtisas dərəcəsi verir? İlk öncə deyək, ikinci təsdiqatın ixtisas dərəcəsi böyük referent, birinci dərəcə referent, ikinci dərəcə referent. İlk dəfədə olaraq uşaqdan yuxarı gedən zaman ikinci dərəcə referent variantı olacaq. Cavab C variantıdır. 12-ci suala keçən yoldaşlar, vətəndaşların müraciət baxılması haqqında qanuna əsasən dövlət orqanlarında korrupsiyaya qədər hüquq pozmaları bağlı müraciətlə əlaqədar təyin edilmiş xidməti araşdırma nəticəsi barədə məlumat aldıqdan sonra nə edirlər? Müraciətin əsaslı olması təsdiq edildikdə, lakin əməldə mülki hüququ inzibati və cinayət məsuliyyəti yaradacaq əlamətlər olmadıqda aydın şəxslərin insan məsuliyyətinə cəlb olunması barədə qərar qəbuldur. Düzgün cavab A-dır. Niyə B variantı yanlışdır? Müraciətin əsaslı olması təsdiq edildi. Lakin əməldə mülki hüququ, inzibati və cinayət məsuliyyəti yaradacaq əlamətlər olmadıqda şəxs xitam verilməsi, yox xitam verilə bilməz, əsaslığı təsdiq edilir. C variantı ki, müraciətin əsaslı olması təsdiq edildi, lakin əməldə mülki hüququ, inzibati və cinayət məsuliyyəti yaradacaq əlamətlər olmadıqda müraciət aydın şəxslər barədə yenidən xidmət aparmağa qərar verir. Xeyr, elə bir şey yoxdur. D variantına keçəyim. Müraciətin əsaslı olması təsdiq edildi, lakin əməldə mülki hüququ, inzibati və cinayət yaradacaq əlamətlər olmadıqda şikayət üzrə icraatın dayandırılması haqqında qərar qəbul edib. Elə söhbət yoxdur, çünki əsaslı təsdiq edilibdir. Oldu A variantı. 13-cü testə keçəyim. Dövlət qulu haqqında qanunda isə ikinci kateqori dövlət orqanı hansıdır? Cavab burada A variantdır. Mərkəzi Seçki Komissiyasının katibliyi ikinci kateqoriyadır. Bakı Ağır Cinayətlər Məhkəməsi üçüncü kateqoriyadır. Naxçıvan Ali Məclisi birinci kateqoriyadır. Məhkəmə Hüquq Şurası birinci kateqoriyadır. Cavab A variantı oldu. 14-cü suala keçək ki, Konstitusiyaya əsasən silahlı qüvvələrə aid edilə bilməz. Deməli, A variantına keçək, həm Milli Məclis, həm də Prezident silahlı qüvvələrə bağlı səlahiyyətləri Konstitusiyada təsbit edilmiş. Düzdür. Həm Milli Məclisdə, həm də Prezidentdə silahlı qüvvə məsələsi vardır. B variantı. Silahlı qüvvələr Azərbaycan ordusu və başqa silahlı birləşmədən ibarətdir. Bu da düzgün cavabdır. C variantı. Azərbaycan Respublikası öz müdafiəsinin təmin edilməsi, təmin və beynəlxalq münaqişənin həlli üsulu kimi müharibəni rədd edir. Xeyr. Azərbaycan müharibənin hansı halda rədd edəcəkdir? Başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsilə və bir də beynəlxalq münaqişələrin həlli üsulu kimi. Müdafiəsinin təmin etmə vasitəsilə eləmir. Ona görə cavab yanlışdır. Hər ehtimala görə D-ni də oxuyaq. Azərbaycan silahlı qüvvələrində xidmətin hərbi qulluqçular və mülki şəxslər təqdir edilmiş. Bu da düzgün cavab. 15-ci testə keçək, elektron imza haqqında qanuna əsasən elektron sənədin alan hansı hallarda göndərən tərəfindən göndərilməmiş hesab etməlidir. Deməli, elektron sənədin həqiqi yoxlanması nəticəsində elektron sənədin həqiqi yoxlanması nəticəsində alana bəlli olmuşdur ki, və bəlli olmalıdır ki, qəbul olmuş elektron başqa sənədə tutmaq təşkildir. Bu halda göndərmiş hesab etməlidir. Sonra cavab biri birdir. Elektron sənədin göndərilməsi var, bildiriş almışsa, xeyr, göndərilməməsi barədə olmalıydı. Alınan elektron təsdiqləmə çatmışsa, xeyr, çatmamışsa olmalıydı. Yəni 2-3 səhvdir. 4. Elektron həqiqi yoxlanması nəticəsində alınıb bəlli olmuşdur ki, qəbul edilmişsə, zəruri rekvizitlər, orada rekvizitlər söhbəti yoxdur. Elektron sənəd həqiqi təsdiqlənməmişdirsə, cavab 1 və 5 A variantı. Digər suala keçək. Konstitusiyaya əsasən aşağıdakı müddəalardan doğru olanlar müəyyən edir. 16-cı sualda deməli 1. Uşaqların qayğısına qalmaq, onları tərbiyə etmək dövlətin borcudur. Xeyr, valideynlərin borcudur. Bu yanlışdır 1. 2. 16 yaşına çatmamış uşaqlar işə götürə bilməzlər. Xeyr, 16 deyil, 15-dir. 1 və 2 səhvdir. 3. Uşaq hüquqlarının həyata keçməsi dövlət nəzarət edir. Düzdür. 4. Valideynləri və qəyyumları olmayan valideyn qayğısına məhrum olan uşaqlar dövlət himayəsindədir. Düzdür. 5. Uşaqların qayğısına qalmaq, onları tərbiyə etmək borcunun yerinə yetirməsi dövlət nəzarətidir. Düzdür. 6 səhvdir, niyə görə səhvdir? Cavab B variantı. 3, 4, 5. 6. Cəmiyyətin əsas özəyi kim uşaqlar? Xeyr, cəmiyyətin əsas özəyi ailədir. Ona görə səhvdir. 17-ci testə keçən yoldaşlar kargüzarlıqdır. Amma uzun ada gedir. Dövlət orqanlarında, dövlət mülkiyyət payının səhim nəzarət, dövlətin məxsus olan hüquqi şəxslər büdcədə təlimat. Bax, axırda təlimat görsəniz kifayət edəcəkdir. Daxil olma sənədi rəhbərlik tərəfindən baxıldıqdan sonra hansı məqsədlər üçün kargüzar xidmətinə qayıtaraq təyinatı göndərilir? Cavab A. Dərkənar mətnin qeydiyyat vərəqəsinin köçürməsi və lazım olan halda nəzərdə götürülməsi üçün. 18-ci suala keçək ki. Konstitusiyaya əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisin həll etdiyi məsələlərə aiddir. Büdcə layihəsinin hazırlanması bu Naxçıvan Nazirət Kabinetidir. Bizdən Ali Məclis sorur. Büdcənin icrası bu da Nazirət Kabinetidir. Baş nazirin vəzifəsini alır. Bəli, bu Ali Məclisə aiddir.
Ekoloji proqramı həyata keçirməsi. Bu isə onun aidiyyatı yoxdur. Deməli, cavab oldu C variantı, ali məclislərin edilməsi. 19-cu suala keçəyim ki, dövlət qulu haqqında qanunu isə Azərbaycan qanunu ilə müvafiq maddəsinə uyğun olaraq dövlət orqanı adilə sayədə dövlət qulluğunun olma müddəti uzadılmış qulluqçuların sayı. Burada 15%-dir, hamısı 15% var və yadda salın ki, ümumi say məsələsi var. Bu bir də vahid sistem var. Ona görə cavab bir dənə vahid sistemi əsasına götürüb C variantını götürməliyik. Həmin dövlət orqanının vahid sistemi təşkil edən qurumların işlərinin ümumi sayının 15% artırılması. 20-ci suala keçək ki, deməli, Konstitusiya əsasən Azərbaycan Respublikasının Ali Məhkəməsinin rəyi əsasında Azərbaycan Respublikasının prezidenti hakimlərin vəzifəsindən kənarlaşdırılması təşəbbüsünü hansı subyekt qarşısında irəli sürə bilər? Əlbəttə ki, Milli Məclis qarşısında irəli sürə bilər. C variantı. 20-ci sual. Konstitusiya əsasən dövlətin iqtisadi proqramlarına uyğunluğun pozulmadan müəyyəndir. İqtisadi proqramları təsdiq edən kimdir? Prezident. Yəni Milli Məclis deyil. A və B variantı getdi. Həyata keçirilən təmin edən xeyr. Təmin edir sözünü görən kimi Nazirlər Kabineti asılacaq. Cavab D variantı. 22-ci sual. Vətəndaşların müraciət baxılması haqqında qanun əsasən yanlışdır. Deməli, gəl baxa 1-ə. Qanun müraciət baxılan subyektlər və onların vəzifə şərtindən qəbul edilmir və baxılmır. Düppədüzü. İmtahanda birində düşmüşdü ki, qəbul edilir və baxılmır. Xeyr, edilmir və baxılmır. İkinci sual. İkinci variantı belə deyil. Referendum və seçkilərin bilavasitə təşkil keçirilməsi ilə qədər müraciətlərin edilməsi onlara baxılması qaydası seçki məzəlləsini nəzərə alınmaqla vətəndaşın müraciət baxılması haqqında qanunla tənzimlənmir. Demək ki, yanlışdır. 3-ə keçək. Yazılan müraciət nümayəndə vəzifə təqdim edilir. Nümayəndənin adı, soyadı, atasının adı, ünvanı göstərilmir. Düzdür. 4-ə keçək. Vətəndaşların məhkəmə icraatı və inzibati icraat etdikləri müraciətlərlə bağlı müvafiq qanunlara fərqli qaydalar nəzərə tutulmadan həmin müraciətlər vətəndaşa xeyr, bu da vətəndaşa məhkəmə icraatı və inzibati icraat ondan tənzimlənir. 2, 4. Səhvdir. 5-ə baxalım. Yazılan müraciətdə müraciət edən hüquqi şəxsin adı, hüquqi ünvanı göstərilməsə də onun firma rekvizitləri olan bağlı göndərildiyindən müraciət anonim sayılır. Düzdür. 6 yanlışdır. 6-nın da yanlış olduğuna bağlı görə niyə yanlışdır? Məişət zorakı barədə şikayətlər cinayət həkimi əlamətləri olmadıqda şikayətə baxılmalı vətəndaşın müraciət baxılması haqqında qanunla yanaşı xeyr. Yenə də vətəndaşın müraciət baxılması haqqında yoxdur. 2, 4, 6 cavab A variantı. Keçən digər suala təlimatı əsasən yanlışdır. Yenə söhbət karguzardan keçir. Burada ana baxaq. Əmrin mətni əlaqədar struktur bölmələri ilə lazım olaraq tabelikdə olan əlaqədar təşkilatlar yazılır. Düzdür. B yanlışdır. Əmrin sərəncam hissəsində, əmrin verilməsi faktlar şərh hissəsində isə görmə tədbirlər sallanır. Niyə? Bax, bu sərəncamla əmri yeri dəyişdirilmişdir. Bax, bunların yeri dəyişdirilmişdir. Bu burada olmalı, bu da burada olmalı. C, D düzdür. B var yanlış olduğunu dedik. C, D-ni də hər ehtimala qarşı oxuyaq. Analizin son variantına ancaq əmri imzalan və tarix qoyan təşkilat rəhbər düzəltilə bilər. Düzdür. Əmr təqvim ili boyunca nömrələndi və müvafiq kitabda qeyd alınır. 24-cü testə keçək. Etik davranış qaydaları doğrudur. Yəni görə burada nə doğrudur? Deməli, dövlət qurucu bütün şəxslərə, o cümlədən birbaşa yuxarı rəhbərinə və tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli, səbirli olmalı. Demək, bu doğrudur. 1-imiz düzdür. 2. Dövlət qurucu xidməti vəzifəsini yerinə yetirərkən ictimai və hər hansı bir yer münasibətə görə hər hansı şəxsi və şəxsi üstünlük yol verilməlidir. 2 də doğrudur. 3-ə baxaq. Dövlət qurucu xidməti və icrasına bağlı fiziki şəxsin şərəf və ləyaqəti barədə olmuş mənim kompetensiya bütün hallarda xeyr, bütün hallarda yoxdur. Yanlışdır. 3. 4-ə baxaq. Qanun nəzərdə tutmuş hallar istisna olmaqla qanun göstərişlərinin yerinə yetirilməsi insan səbəb olmur, xeyir səbəb olur. Bu da yanlışdır. 5 düzdür. Dövlət qurucu xidməti və vəzifəsinin yerinə yetirilməsi zamanı siyasi bir tərəfliyə əməl etməyə borcludur. 1, 2, 5 cavab C variantıdır. Keçək 25-ci testdən məlumat azlığı haqqında qanun yanlışdır. Deməli, burada nədir? A variantından başlayalım. Şəxslər haqqında sənədləşdirilmiş və açıq edilmiş xəbər şəxslər haqqında məlumat aiddir. Düzdür. Bu variantı yanlışdır və niyə yanlış oldu? Şəxslərin dini mənsəbdə əqidəsi haqqında məlumat topluma heç bir halda yol vermir. Xeyr, yenə də görürsünüz, bax, heç bir hal sözü yanlışdır. Şəxsin özünün orada razı məsələsi var. Ona görə B yanlışdır. Hər ehtimal qarşı C və D-ni də oxuyaq. Şəxsət haqqında sənədləşmiş məlumatlar məlumatın mənbəyi onun adına verilmiş.
onun tərəfindən imzalanmış sənədlər və öz səlahiyyətləri çərçivəsində orqanlar tərəfindən şəxs haqqında toplanmış məlumatlar. Şəxslərin siyasi partiya üzvü olması və bitərəf olması barədə məlumat yalnız qanun yazılmış vədə dövlət orqanına təqdim edilir. Cavab oldu burada B variantı. 26-cı hissəsində keçək ki, burada nədir? Konstitusiya əsasən Naxçıvan Nazirliyinə etimad Naxçıvan Ali Məclisinin həll etdiyi məsələdir. Bəli. Deyir, analoji və məsələ Azərbaycan münasibətdə hansı subyektin səlahiyyətinə? Naxçıvan Nazirlər Kabinetinə etimad Naxçıvan Ali Məclisidirsə, Azərbaycanda Nazirlər Kabinetinə etimad edilsə Milli Məclisdir. Cavab C variantıdır. Sonra 27 yenə siyasi tipli sualdır. Diqqətlə baxaq. B adlı şəxs vaxtilə maddi yardım etdiyi qohumu Binəqədi rayon məhkəməsində hakim köməkçisi işləyən dövlət qulusu adam həyata keçirdiyi kommersiya fəaliyyətindən istifadə etmək üçün hər hansı bir kommersiya sirri təşkil edən fəaliyyət barəsində məhkəmə icraatının materiallarla olan bəzi məlumatları istəmişdir. Dövlət qulunun etik qanuna əsasən üstədə bağlı doğru olanlar müəyyən. Əlbəttə ki, o dövlət sirri təşkil edirsə, biz onu istəyə bilmərik. Yəni, istəsə belə o verməməlidir. Deməli, burada nədir? A variantı. Xidməti fəaliyyət zamanı əldə etdiyi məlumatlara anın şəxsi maraqlarına xidmət etməsinə asılı olaraq təqdim edə bilər. Xeyr, təqdim edə bilməz. Düzgün cavab B-dir və B-yə baxaq. Anın xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatlar şəxsi maraqlar üçün istifadə etməsinə qanunla yol verilmədən o məhkəmə icraatı materialları olan məlumatları B-yə təqdim edə bilməz. Bəli, C-nin yanlış olduğuna baxaq. Məhkəmə icraatının materialı təqdim edilməsi anın şəxsi maraqlarına xidmət etmədiyindən B-yə təqdim edir. Xeyr. Bu barədə o tabeliyində onun hakimə məlumat verməlidir. Bu məlumatların təqdim edilməsi hakim icrasına xeyr. Belə bir şey yoxdur. Cavab B variantdır. 28-ci testə keçən yoldaşlar, burada nə idi? Dövlət orqanlarında qulluq stajına görə əlavə haqqın verilməsi, ödənilməsinə yanlış olan tapın. Və burada nədir yanlış? A variantı düzgündür. Dövlət qulluq haqqında qanuna müvafiq surətdə nəzarət qurulan bu dövlət xüsusi növündə qulluq illəri həmin qanun müvafiq maddəsinə uyğun olaraq qulluq xüsusiyyəti nəzərə alınmaqla qulluq stajına daxildir. Bu düzdür. Bu variantı doğrudur. Oxuyalım. Dövlət qulluqçunun qulluq stajını müəyyənləşdirərkən dövlət qulluğu haqqındakı azan qanun qüvvəyə minərək icra hakimiyyəti orqanı iş müddətdə qulluq stajına daxil məsələ qədər yarına mübahisə yaranarsa, idarə müşavirəsi həll edir. Düzdür. C variantı yanlış yoldaşlar. Düzgün olan variantları sürətli oxuyuram ki, yanlışa baxaq. C yanlışdır. Niyə? Dövlət qulluqçusu qulluq qulluğuna qəbul olunduğu günə. Xeyr. Daimi dövlət qulluğuna qəbuldan sonra ona görə C səhvdir. D-yə də baxaq. Orta əmək haqqı hesablanan sonra dövlət qulluqçusunun qulluqça verilən əlavə haqq nəzərə alınır. Bəli, nəzərə alınacaqdır. Sonra 29-cu testə keçək. 29-cu testdə elektron imza bağlı yanlışı istəyir bizdən. 1. Elektron imza göndərən və olmadan çıxış edən şəxsin nəzarətində olan, xeyr, nəzarətində olmayan informasiyonu daxil olunacaq. Deməli, 1 yanlışdır. 2. Elektron sənəd dövrəsində istifadə edilən informasiya sistem və şəbəkəndə mühafizəsinin tədbirlərinin lazımi səviyyəsi, iştirakçının razılamasına əsasən müvafiq icra kimi müəyyəndir. Xeyr, müvafiq müəyyən etməsi yoxdur. 2 də yanlışdır. Düzdür, oxuyağın elektron sənəd saxlanması üçün Azərbaycan qanunvericiliyinə müvafiq olaraq digər fiziki xidmət istifadə edə bilər. Düzdür. 4. Kooperativ informasiya sistemində istifadə dövrəsi sistemin daxil normativ sənədlər tənzimi. Bu da düzdür. Cavab D variantı. 1, 2, 5. Elektron sənəddə olan informasiya elektron formada sürəti olduğu növbəti istinad üçün istifadə edə bilər. Xeyr. 30-cu testə keçəyim. Dövlət dili haqqında qanun əsən dövlət dilinin hüquqi statusuna bağlı doğru variantı göstərək. Burada isə nədir doğru olanlar? Bir də baxaq. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla yazma dövlət dilində aparmalı. Xeyr. Azərbaycan dövlətinin və yaxud müvafiq xarici dildə Azərbaycan tərcümə olmaqla aparıla bilər. 1 yanlışdır, bizdən doğru istəyir. 2. Dövlət dilini bilmək hər bir Azərbaycan vətəndaşının borcudur. 2 doğrudur. 3. Azərbaycan dövlət inkişafının qorunmasını təmin edən Azərbaycan Respublikasıdır. Həm dövlət dilindən söhbət gedir. Bu doğrudur. Bəli, 2, 3. 4. Dövlət dili ölkənin siyasi, ictimai, iqtisadi həyatı istisna olmaq. Xeyr, orada istisna olmaq sözü yoxdur, yanlışdır. 4, 5. Azərbaycan ərazisində fəaliyyət göstərən xarici dövlətlərin diplomat yazışmalar dövlət dilində və ya müvafiq xarici dildə Azərbaycan tərcümə olma şərti ilə aparıla bilər. Doğrudur. 2, 3, 5 və 6 niyə yanlışdır? Azərbaycan fondlarının dövlət dilinin tətbiqi bağlı bir qayda olaraq daxili nizam elə bir söhbət yoxdur nizam. 2, 3, 5 C variantı doğrudur. Keçək 31-ci testə. Qanuna əsasən inzibati vəzifənin 5-ci təsdiqata uyğun olaraq ixtisas verilməsinə ixtisas dərəcələrinə aid deyildir 5-ci. Deməli 5-ci ixtisas hansılardır?
İkinci dərəcəli dövlət qulluqçusu, birinci dərəcəli dövlət qulluqçusu və kiçik müşavir. Deməli olacaq, dövlət qulluq müşavir D variantı ona aid edir. Digər suala keçək. Konstitusiya ilə bağlı olaraq bələdiyyələrin doğru cavabı müəyyənləşdirin. 1. Yerli özündarların bələdiyyə həyata keçirilməsi yerli özündarın təşkilatı. Düzdür? 2. Bələdiyyənin statusunun əsasları qanunla. Xeyr, statusunun əsasları konstitusiya ilə müəyyəndir. Bələdiyyə seçilən qaydalar isə qanunla müəyyəndir. Yerli məclisi düşürdür, səhv 2. 3. Bələdiyyə öz fəaliyyətini komissiya vasitəsilə keçirir. Bəli, iclaslar daimi və başqa komissiyalar vasitəsilə keçirir. 3 düzdür. 4. Bələdiyyələr onlara icra hakimiyyəti tərəfindən verilmiş əlavə səhhətdən icra üçün zəruri müalicəsinin ayrılmasına nəzarət etməlidir. Xeyr, onu verən, yəni qanunverici icra verir və özü də nəzarət edir. Yanlışdır. 5. Bələdiyyə reqlamentinin təsdiq edilməsi onun komissiyası tərəfindən müəyyəndir. Xeyr, iclaslarında müəyyən edəcəkdir. Bu da yanlışdır. 6. Yerli ekoloji proqramların icra edilməsi və bələdiyyə icraını həll edir. 1, 3, 6 cavab A variantıdır. Üçüncü testə keçəcək yoldaşlar, bunların cavabını qeyd eləməmişəm, amma deyəcəm. Dövlət, yəni açıq sual düşmür B-yə. Bayraq haqqında qanuna əsasən uyğunluq müəyyəndir. Deyir, daimi qaldırılır, daimi yerləşdirir, təsvirin istifadə olunur. Demək, daimi qaldırılır harada? Xəzər paltasının yerləşdiyi binanın üzərində. Daimi yerləşdirilir Milli Məclisin iclası onda. Burada yerləşdirilir, daimi yerləşdirilmir. Bir də təsvirindən istifadə olunur. Sərhəd xidmət gəmiləri qayıqlarda fərqləndirici kimi. 34-cü sual keçək. Ali 1-2 kateqoriyanı soruşur. 1-1 deyə gedəcəm. Azərbaycan Nazirlər Kabineti ali kateqoriyadır. Naxçıvan Ali Məclisi birinci kateqoriyadır. Gəncə Apellyasiya Məhkəməsi ikinci kateqoriyadır. Baş prokuror birinci kateqoriyadır. Azərbaycan Hərbi Prokuroru ikinci kateqoriyadır. Prezident Administrasiyası ali kateqoriyadır. Bakı Şəhər Prokuroru üçüncü kateqoriyadır. Naxçıvan Ali Məhkəməsi ikinci kateqoriyadır. Sonra 35-ci testə keçəyim. Dövlət qulu haqqında qanuna əsasən dövlət qulluğu vəzifəsinin bu qanunun müvafiq maddəsində müəyyənmiş minimum qulluq stajına görə əmək pensiyası almaq hüququna malik olmayan hansı dövlət qulluqçusu qanunluğun müəyyən müddətdə ömrü müavinət təyin edilməsi nəzərdə tutulmuşdur. Burada da 1 və 3 A variantdır. Müvafiq qanunverici pensiya yaşına çatmış könüllü işdən çıxmasına görə, müvafiq qanunverici 50-yə görə bu könüllü işdən çıxmasına görə. Yəni, müvafiq qanunvericiyə görə 50-yə görə işdən çıxan dövlət qulluqçusuna ömür müavinət verilirdi. 1 və 3. Sonra dövlət qulu haqqında qanuna əsasən başlığı göstərən nəzərə alınmayacaqdır. İxtisas dərəcəsi verilir, onun xüsusi hərbi diplomat rütbələri bu nəzərə alınır. 65 yaş çatmış dövlət qulluğundan müddəti uzadarkən prosesinin 3 səviyyə müvəqqəti bu nəzərə alınır. İxtisas veriləcək peşəkarlar bu nəzərə alınır. Bax, bu D variantı nəzərə alınır ki, sınaq müddəti ərzində dövlət qulluğuna qəbul edilmiş şəxsin bu qanunun müvafiq maddəsinə uyğun olaraq yenidən müsabiqədən keçib vəzifəyə təyin olunur ki, əvvəlki sınaq müddəti. Bu nəzərə alınmır da, D variantı. 37-ci testə keçək. Yəni 1, 2, 3-ü soruşuyor bizdən hansına aiddir? Deməli, müvafiq orqanı məhkəmədə öz qanun hüquqlarının mənafeyini müdafiə etmək. 1. Hüquq aid. 2. Qulluq və icra etdiyi dövlət siyasi partiyanın fəaliyyətində iş çəkmək, buna onun ixtiyarı yoxdur. Deməli, birinci hüquqdur, ikinci ixtiyarı yoxdur, üçüncüyə keçək. Qanunverici və dövlət orqanı qəbul etdiyi başqa normativ hüquq haqları həyata keçmək. 3-dəki vəzifədir. 1, 2, 3 və cavab C variantı. Deməli, yoldaşlar, bu qədər və sizlərə uğurlar arzulayıram. Yeni suallarla, yəni yeni imtahandan çıxandan sonra birlikdə paylaşacağıq.